2 gün qabaq Daxili İşlər Nazirliyində Vilayət Eyvazovla onun muavini Həzi Aslanov mübahisə edib. General Vilayət Eyvazova 2 dənə şillə atıbdı. Bu polis generalı 2-ci Dünya Müharibəsinin qəhrəmanı Cənub bölgəmizdən olan Həzi Aslanovun Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun nəvəsidir. O əvvəllər Daxili İşlər Nazirliyində ən pullu vəzifədə idi. Narkotiklərə qarşı mübarizə idarəsinin rəisi idi. Bu Daxili İşlər Nazirliyində ən gəlirli pullu sahə narkotik biznesidir və narkomaniya qarşı mübarizə idarəsinin rəisi ən pullu vəzifə sayılır. Ən pullu iş odur nazirlikdə. Lakin Vilayət Eyvazov nazir gələn kimi Həzi Aslanovu o vəzifədən çıxartdı. Ora öz adamını, ən yaxın adamını yerləşdirdi və Həzi Aslanovu insan alverinə qarşı mübarizə idarəsinə rəis təyin etdi. Getsin ki, fahişələrlə başını qatsın deyə insan alverinə qarşı mübarizə idarəsinin rəisi təyin etdi. Həzi Aslanovu. Nazirlə, Daxili İşlər Naziri Vilayət Eyvazovla General Həzi Aslanov arasında mübahisə böyüyür. Həzi Aslanov nazirə aylıq vermək istəmir. Bir neçə dəfə bunun üstündə, aylıq pul verməyin üstündə bir neçə dəfə dava düşüb, mübahisələri düşübdür. Hər dəfə də mübahisə prezidentə çatmasın deyə Ramil Usubov o mübahisəni yatırdıbdır, keçmiş Daxili İşlər Naziri. Amma intriqa davam edirdi. Ən çox Vilayət Eyvazovla didişən, dalaşan bu general idi. Və Həzi Aslanovun Sovet İttifaqı qəhrəmanının da nəvəsidir deyə bir balaca imtiyaz var idi. 2 gün öncə isə nazirlə general arasında mübahisə, general Həzi Aslanovun nazir Vilayət Eyvazova 2 dənə şillə atması, general fahişəxanalardan yığdığı gəlirləri, pulları Vilayət Eyvazova lazımı qədər vermək istəməməsi üçün aralarında dava düşdü. Deməli, dava niyə düşübdür? Dəyərli həmvətənlərim, fahişəxanalardan yığılan pulu lazımı qaydada Vilayət Eyvazova çatdırmır ki, vilayət də prezidentə çatdırsın. Axı bizim prezident fahişəxana pulu yiyəndir. Məsələn, bir cinsi azlıq Tbilisi prospektində 10 manada sos qalıyırsa, o minət eləyirsə, o 10 manadın heç olmasa 2-3 manadı İlham Əliyevə çatır. Həzi Aslanov nazirə şillələr atıb, Vilayət Eyvazovda prezident İlham Əliyevi yığıb, deyib ki, ya mən, ya da bu general, ya mən gedirəm nazirlikdən, ya da bu general getməlidir, deyərək İlham Əliyev qarşısında şərt qoyub və Həzi Aslanovu işdən azad ediblər. İlham Əliyev işdən azad eləyibdir. İndi sabahları mənim acığıma onu da gətirib başqa yerə vəzifəyə qoymasalar yaxşıdır. Hər nəysə, işdən azad olunma səbəbi kimi işdən azad olunma yaş göstərilsə də, Həzi Aslanovun 60 yaşı var idi. Baxmayaraq ki, yenicə qərar qəbul edilib ki, generallar üçün yaş məhdudiyyəti ləğv edildi. Qərar qəbul edilibdir. Həmçinin Ramiz Zeynalov kimi polis generalının yaşı 70-dən yuxarıdır. 70-dən yaşı çox olan generallar da var. Belə çıxır, belə şeyə qalsa gərək onda birinci Ramiz Zeynalov işdən çıxa. Çünki yaşı 70-i çoxdan ötübdür. Nətər olur? Sən 10 yaş ondan balaca, 10 yaşdan da yuxarı balaca adamı çıxartmırsan. Mən bilən qədərindən Ramiz Zeynalov biləm 72-dir ya 73-dür, yaşı var artıq. Sən nətər
60 yaşını çıxardırsan, özdə təzə qərar veribsən ki, yaş məhdudiyyəti yoxdur generallara. Deyirsən, yaşa görə çıxartdım. Bu anlamda Ramiz Zeynalov orada 70 neçə yaşında orada sümsünür hələ. Qayıların rəisidir.